Salam hər kəsə. Bu günlərim maraqlı bir mövzumuz var. Franklin deyirdi ki, həyatda iki şey garantidir. Biri ölümdür, digəri vergidir. Amma görünür ki, Polşa hökuməti Franklin'ə necə deyirlər, səhv çıxartmaq yolunda israrlıdır. Polşada bu ay yeni qanun çıxdı, 0% vergi. İstəyirəm onu diqqətinizə çatdırım. Kimlərəsə maraqlı deyilsə, Polşadakı dəyişikliklər, növbəti 5 dəqiqəni həyatınızdan bu videoya baxmağa sərf eləməyin. Amma kimlərəsə maraqlıdırsa, bu videoda qısa olaraq hansı şərtlər altında verilir, kimə verilir, niyə verilir, nəyə verilir, onları danışacağım. Demək, bu ay yeni prezident yeni qanun imzaladı. Biz o vaxtı köçəndə 8-9 ilindən qabaq Polşada əhalinin sayı yaxşı gedirdi. Sonra yəni yavaş-yavaş mən özüm də hiss edirdim ki, yəni it gəzdirənlərin sayı necə deyirlər artır da. Yəni it gəzdirənlərin sayı artırsa, deməli uşaqların sayı, doğumların sayı azalır. Yox, təbii ki, statistikalara baxmaq olur və görünür ki, Polşada əhalinin sayı yavaş-yavaş azalmağa başlayır. Amma mən Polşa özləri polyakları bəyənməsə də, mən bunların necə deyirlər, siyasətini, bunların uzaq görənliyini və s. çox bəyənirəm. Bir növbəti videoların birində Fransadakı borcla bağlı danışacağım və onda bir daha şahid olacaq ki, yəni necə deyirlər, polyaklar halaldır. Yəni bunların dövlətdə işləyənləri millət üçün doğrudan nələrsə eləyir. Yəni problem çıxmamış ona həll tapırlar yəni. Və bu əhali azalmasına qarşı mübarizə aparmaq üçün də, təbii mübarizə aparmaq üçün də bundan bir neçə il əvvəl hər uşağa verilən aylıq pulu artırdılar. Səhv eləmirəmsə 500 zlot idi, 800 zlot oldu. O barədə də video var kanalda, kiməsə maraqlıdırsa. Və bu da bu ayda belə deyək də fantastik bir şeyə imza atdılar. Mən bu qanun çıxmamışdan bu haqda eşitmişdim, oxumuşdum, amma mən inanmırdım. Deyirdim, yəqin qəbul eləməzlər. Amma qəbul elədilər və bu ay prezident imzaladı və bu aydan aşağıdakı şərtləri belə deyək də ödəyən insanlar dövlətdən 0%, dövlətə 0% vergi ödəmək öhdəlikləri var. Yəni bütün qazancları özünə qalır. Hansı ki, gəlirdən asılı olaraq təbii ki, nə bilim 19%, 20%, 30% bəzən hallarda vergi ödənir. Bu vergidən azad olmaq yəni zarafat deyil də. Yəni illik bizim belə deyək də gəlirimiz heç 3-5% artmır düzəməlli. Hansı ki, inflyasiya 3-5%-dir. Bir dənə qanunla kiminsə evinə girən pul düşünün ki, minimum 19%, 20% artmış olacaq. Və bu qanun bu il imzalanıb, oktyabr ayında imzalanıb və 2026-dan yəqin ki, belə deyək də qüvvəyə minəcək və 2026-dan hesablanan vergilərə şamil olunacaq. Qaydalar necədir? Ən azı 2 uşaq olmalıdır. 2 və daha çox uşaq. İkinci, illik gəlir 140 minin altında olmalıdır. Amma müsbəti odur ki, hər iki valideynə şamil olunur. Yəni ki, hər iki valideyn, ikisi də ayrı-ayrı 140 mindən az alırsa, hər ikisi bu 0% vergi qaydasına tətbiq oluna bilirlər. Yəni, hər ikisi vergidən tamamən azaddılar. Əgər biri 140 mindən az alırsa, o biri üçün şamil olunur. Digəri artıq yenə də bizim kimi vergiləri ödəyir vaxtında. Məncə çox böyük fərq yaradır və çox böyük effekti olacaq deyə ümid edirəm. Bilmirəm, bəlkə də kimlərsə fikirləşəcək ki, yaxşı, bu 15-20% vergiyə görə tələyə düşüb 2 uşaq dünyaya gətirib bunların arxasıca 18 il, 20 il belə deyək də sürünməyək. Çünki insanoğlu bu təbiətdə yaşayan ən zəif canlıdır yəqin ki. Çünki digərləri, toyuq olsun, inək olsun, qoyun olsun, şir olsun, pələng olsun, istənilən biri bir balaca ayaqlanır, sonra anasından ayrılır, gedir o həyatını yaşayır. Amma bizdə istəsək də, istəməsək də ən az 16 il, 18 il uşağı özümüzdən dartırıq. Bu çox böyük motivasiyadır məncə. Yəni, mən inanmazdım ki, bunu qəbul eləyərlər. Qəbul elədi Polşa hökuməti buna. Sağ olsun. Əgər kimlərsə aranızda, çünki o qanunda mən baxdığımda
belə bir bənd tapmadım ki, kimsə gəlmədisə, falandısa, ona aid deyil zat. Belə şeylər görmədim mən, yəni Polşa vətəndaşı olsun falan, belə şey görmədim. Adətən bütün qanunlar hamıya şamil olunur. Əgər vergi ödəyicisidirsə, hamıya şamil olunur. O 800 zlotlar da hamıya aiddir. Yəni fərq etməz kimsə müvəqqəti gəlib, uzun müddətli gəlib, hansı ölkənin vətəndaşıdır. Burada yaşayıb, burada vergi ödəyirsə hamıya aiddir. Bu qanunda da mən elə bir şey tapmadım. Bəlkə də var, amma ki mən tapmadım. Yəni deməyim odur ki, kimlərsə əgər illik 140 mindən aşağı alırsa, hər ikisi və yaxud da heç olmasa biri bu qanunu belə deyək də dövlətə zəng eləyib, araşdırıb hardan müraciət eləmək lazımdırsa, məncə mütləq müraciət eləyib siyahıya yazılmaq lazımdır. Çünki bu çox böyük fərqdir. 20% daha çox qazanc deməkdir, yəni. Və inflyasiyanı biraz alovlandıracaq Polşada təbii olaraq, yəni adamlar 20% daha çox hər ay pul gələcək ciblərinə, istər-istəməz heç olmasa onun 10-15%-ni xərcləyəcəklər. Yəni burada dövlət iki cürudur. Bir, belə deyək də, ekonominin zəifləməsinin qarşısını alır. Yəni insanlar daha çox pul xərcləyəcək. İki, demoqrafik azalmanın qarşısını alır. Yəni mən necə deyirlər, baş əyirəm, yəni bu qanunu kim fikirləşdirsə, düzdür, mənə burada belə çox da bir xeyri yoxdur, amma söhbət məndən getmir. Belə deyək, hamı xoşbəxt olanda bizə də o təsir eləyir də, necə deyərlər. Və ekonomidə xərclənən pul bizə də qayıdır da, istərsən. Biz də vergi veririk, kiməsə gedir, kimsə xərcləyir, bizə gəlir. Ona görə yəni bir dənə qayda birbaşa olmasa da dolayısıyla hamımıza təsir eləyir. Demək istədiklərim bu qədər qısa olaraq. Amma bir də orada yaş həddi var. O iki uşaq və arasında yaş həddi də var. Yaş həddi də 18 yaşa qədərdir. Bu da başa düşüləndir, yəqin ki. Belə dostlar, bu dəfəki videomuz daha qısa oldu. Progress var məncə. Hər kəsə uğurlar olsun. Bundan sonra 2 dənə çox maraqlı mövzumuz olacaq. Kimlərsə bənzəri mövzularla maraqlanırsa, abunə ola bilərsiniz ki, xəbəriniz olsun. Abunə olmasanız da, xəbəriniz olmasa da dünya dağılmır da, yəqin ki, müəyyən məlumatlar var ki, onlar bilsək də olar, bilməsək də olar. Amma məncə ətrafda nə baş verdiyini biləndə, bir qərar verəndə o qərara o şeylər hamısı təsir edir. Təşəkkürlər, uğurlar hər kəsə, sağ olun.